Bu videomuzda sizinlə ədəbiyyat fənni 11-ci sinifdə müəyyən mövzuların sınaqlarının izahlarına baxacağıq. Hər sınağımızda təxminən 15 sualdan ibarətdir. Bilirik ki, orta məktəb dərslərində verilən 11-ci sinifdə şairlərimizin həyatı, yaradıcılığı, onların müəyyən əsərləri bizim qarşımıza çıxır suallarda, test formasında və biz bunları necə işləməliyik asan formada. Mən həmin sınaqlarda bunlara toxunmuşam. Hər sınağımız 15 sualdan ibarətdir. Burada yaradıcılıq da ola bilər və digər əsərlərdə müəyyən parçalar da ola bilər. Hər mövzunu ayrıqda işləmək istəyirsinizsə, açıqlama qismində verəcəyim Telegram kanalıma abunə olaraq oradan yükləyə bilərsiniz. Müəyyən abituriyentlərimiz, valideynlərimiz maraqlanır ki, Orxan müəllim harda dərs keçir, harda tədris edir. Mən özüm Qazax rayon Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta ümumi təhsil məktəbində çalışıram, amma özüm Tovuz rayonundanam. Tovuz rayonunda fəaliyyət göstərirəm. Tovuz rayonunda fərdi hazırlıqlarım olur, repetitor kimi məşğul oluram və əgər siz də mənim hazırlıqlarıma qoşulmaq istəyirsinizsə, 051 661 14 11 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bu il üçün onlayn dərslər götürməmişəm. İnşallah ki, gələn il üçün nəzərdə tuturam. Əgər vaxtım uyğun gələrsə əlaqə saxlaya bilərsiniz. Bu arada yadımdan çıxmamış deyim, YouTube kanalıma abunə olursunuz. Şərh yazırsınız, bəyənirsiniz, öz fikirlərinizi bölüşürsünüz. Təbii ki, təhqir etmədən tənqid eləyə bilərsiniz. Test 11-imiz, nəyə görə test 11-dən başlayırıq? Çünki test 10-a qədər, 1-dən 10-a qədər olan hissədə ədəbiyyat nəzəriyyəsi və 10-cu sinifə aiddir ki, o da YouTube kanalımda paylaşılmışdı və 11-ci sinifdən ilk testimizə başlayırıq. Birinci sual, Cəlil Məmmədquluzadənin Qurbanəli bəy əsəri ilə bağlı səhv fikri müəyyən edək. Epik növdə hekayə janrında yazılmışdır. Doğru fikirdir. Əsərdə dərin ictimai problemlərə də toxunulur. Doğru fikirdir. Qurbanəli bəyin rəzil vəziyyətə düşməsinə onun xarakterində olan müəyyən nöqsanlar rol oynayır, mühüm rol oynayır. Doğru fikirdir. Müəllif Qapazlı kəndi ifadəsi ilə əslində vətəni yad ellərin tapdağı altında olduğuna işarə vermişdir. Bu da doğru fikirdir. O zaman E variantına baxsaq, cəmaət pristavı naçalnikin gəlişinə ürəkdən sevinirdi və onların şərəfinə yalvıq edirdi. Xeyr, onlar məcburən qorxularından, yəni yüksək təbəqədən qorxduqları üçün bunu edirdilər ki, onların həyat tərzinə, həyat şəraitinə həmin yuxarı rütbəli insanlar toxunmasınlar. Birinci sualda düzgün cavab E variantı. İkinci sual, nöqtələrin yerinə hansı fikri yaza bilərik? Hüseyn Cavidin İblis əsərində real hərb səhnələri ilə müharibənin fəlakətləri insanların acınacaqlı taleyi əks etdirilmişdir. Doğrudur. Müharibənin fəlakətləri var, insanların acınacaqlı taleyi var, amma real hərb səhnələri, müharibə səhnələri İblis əsərində yoxdur, ona görə biz bunu yaza bilmərik. İblis əsərində yalnız insan obrazlarına yer verilmişdir, yanlış fikirdir. Burada İblis və mələk kimi müəyyən mifik obrazlara da yer verilmişdir. Həqiqət axtarışına çıxan Arif daim inkişafda olan bir obraz kimi təqdim olunmuşdur. Düzdür, əsərin əvvəlində o inkişaf üçün çalışır, amma sonuna qədər inkişaf edə bilirmi? Təbii ki, xeyr. D variantımız, müəllif nəfsə ölmüş insanlığın faciəsini göstərməklə bəşəriyyəti bu bəladan xilas olmağa səsləyir. Bəli, insanın tamahına, nəfsinə uymağının faciələrindən bəhs olunub bu əsərdə. Düzgün cavabımız olur D variantı. Üçüncü sual, biri tənqidi realizm və romantizm dövrü Azərbaycan ədəbiyyatına aid eləyə bilmərik, yəni verilənlərdən hər hansı birini. Satirik publistika yaranırmı? Bəli, felyeton da var idi bu dövrdə, doğru fikirdir, ona görə bunu götürməyəcəyik. Tənqidi realist ədəbiyyat yaranırdı, bəli, romantizm ədəbi cəryanı məhz Füzət jurnalı ilə yaranır, tarixi faciə əsərimiz yazılır. Satirik şeirin ilk nümunəsi yazılır və deyir, satirik şeir özünün ən yüksək zirvəsinə çatır. Doğrudur, satirik şeir özünün ən yüksək zirvəsinə çatır, amma 19-cu əsrin 30-cu illərində yaranmışdı artıq bizim satirik şeirimiz. Ona görə düzgün cavabımız olur E variantı. Dördüncü sual, Hüseyn Cavidin ana əsərindən verilən obrazlarla bağlı uyğunsuzluğu müəyyən eləyək. İsmət eşqinə sadiq qalır. Bəli, o Qampoladı sevirdi və sonuna qədər buna sadiq qalır. Səlim Orxanı öldürərək Qampoladın intiqamını alır. Xeyr, burada heç bir intiqamdan söhbət getmir. Düzdür, burada intiqam istəyən obrazlar var, amma Qampoladın intiqamını Səlim almır bu əsərimizdə. Ona görə uyğunsuzluq olaraq B variantını götürə bilərik. Beşinci sual, Mirzə Ələkbər Sabirin Neylərdin İlahi əsəri ilə bağlı düzgün fikrimizi tapaq. Müəllif məzlumların hüquq müdafiəçisidirmi? Bəli, burada məzlumlar vardı, onların hüquqlarını müdafiə edirdi sanki. İnsanlığın taleyindən narahatlıq hissləri də vardı, 1-2. Əruz vəzninin rəməl bəhrində yazılıb. Xeyr,
Həzəs bəhrində yazılmışdır. 3-ü götürməyəcəyik. Şeirdə insan təbiətindəki ətalət, cəhalət də tənqid olunur. Bəli, insanın öz təbiətində onlar içdən etiraz edə bilmirdilər və bu da şairi daha çox əsəbləşdirirdi. Düzgün cavabımız olacaq B variantı. 1, 2, 4. 6-cı sual. Hansı fikir Eyler-Ven diaqramının heç bir hissəsinə yaza bilmərik? Bizdə əkinçi və Neylərdin ilahi 2 əsər verir və bunun heç birinin nə əkinçiyə aid olmasın, nə Neylərdin ilahiyə, nə də heç birinin ortaq cəhəti olmasın. Əruz vəzinin Həzəs bəhrində yazılıb, hər ikisi ortaq yaza bilərik, götürməyəcəyik. Mülkadarın daxili aləmi öz dili ilə açılır, əkinçi əsərindədir bu. Sabir bəy əsərində bəşəri dəyərlərin qoruyucusu mövqeyində dayanır ki, bu da Neylərdin ilahi əsərinə aid olacaq. İnsan təbiətindəki ətalət tənqid edilir. Əsərin mövzusu Azərbaycan həyatı ilə məhdudlaşmaz. Ətalət yəni onun daxili təbiətindən bəhs olunur ki, bu da Neylərdin ilahiyə aid olur. Şeirin dili axıcıdır, ərəb-fars sözlərindən istifadə edilməmişdir. Xeyr, burada müəyyən ərəb-fars sözlərindən də istifadə olunmuşdur ki, biz E variantını əkinçi şeir olsun, Neylərdin ilahi olsun, burada rast gələ bilərik. Düzgün cavab 6-cı sual E variantı. 7-ci sual. Arif obrazına aid edilə bilməz. İlk səhnədə həyatı dərk etməyə çalışırdı. Doğru fikirdir. Kamil insana çevrilə bilmir. Bəli, o nəfsinin qulu olur deyək. Mənəviyyatca qüsursuz olsa da iblisin təsiri ilə qatilə çevrilir. Əslində mənəviyyatca qüsursuz deyildi. Yəni qüsuru var ki, o qatilə çevirir. Düzgün cavabımız olur C variantı. 8-ci sual. Hansı əsər haqqında məlumat verilməmişdir? Bayaq videonun əvvəlində qeyd etdim ki, həyat və yaradıcılıqdan suallar düşmür, amma ola bilər ki, müəyyən əsərlərimizdən, müəyyən şairlərimizin, yazıçılarımızın həyatından və ya yaradıcılığından da suallar düşə bilər. Çünki bu proqramda var. Amma daha çox suallar əsərlər üzərindən gedir. Hansı əsər haqqında məlumat yoxdur deyir. Tarixdən alınmış hadisələrə müraciət olunur. Təbii ki, Topal Teymurda. Mövzuda Dağıstan həyatından alınan ana əsərimizdir. Sərvətə, alüdəçiliyi, cəmiyyətə törədə biləcəyi faciələrdən danışılır. Burada Maral əsərində, ağır həyat tərzindən danışılır Şeydə əsərində və Şeyx Sənamda haqqında məlumat yoxdur. Düzgün cavabımız olur 8-də D variantı. 9-cu sual. Cəmil Məmmədquluzadənin Anamın kitabı əsərinə aid olanları istəyir bizdən. Əsərdə bədii təsvir vasitəsindəndir, gembol istifadə olunmuşdur. İlk növbədə xatırlayaq, tragikomediyadır, dramatik növdədir. Burada daha çox biz əyani göstərmədən danışırıqsa düzdür. Müəyyən bədii təsvir ifadə vasitəsi verilə bilər, amma başdan ayağa verilə bilməz. Ona görə bir yanlış fikirdir. Əsərin əvvəlində iştirakçılar haqqında məlumat, onun bədii müqəddiməsi, yəni giriş hissəsi ola bilər. Doğru fikirdir. Yəni onların kim olduğu, geyimləri və s. bu barədə verilən məlumatdan söhbət gedir. Doğma yurtlarında təhsil aldıqları ölkənin mənafeyinə uyğun əqidə ilə dönmək qardaşların ortaq cəhətidir. Bəli, onlar bir ailədən çıxırlar, fərqli ölkələrdə təhsil alır, onların mədəniyyətini mənimsəyirlər və olur onlar üçün ortaq cəhət 2-3. 200-dən olan cavabımız 5 var. 5-ə baxsaq, Gülbaharın üzr istəyirəm monoloqu atasının vəsiyyətnaməsi-dir. Xeyr, atasının vəsiyyətnaməsi deyildi. 5-i biz götürə bilmirik 9-cu sualda. Yalnız 2 və 3 olacaq. 10-cu sual. Cəlil Məmmədquluzadənin yaradıcılığı ilə bağlı doğru fikri müəyyən edək. Bədii yaradıcılıq lirik şeirlə başlayır. Xeyr, o Çay dəstgahı adlı dramatik növdə yazdığı əsərdən başlayır. Sovet gerçəkliyinə tənqidi münasibət mövzusu Dəli Yığıncağı əsərində öz əksini tapmışdır. Sovetdən danışır Ər əsərində, Dəli Yığıncağında bundan danışılmır. Ölər əsəri yazıldığı ildə Təbrizdə tamaşaya qoyulur. Xeyr, yazıldığı ildən bir neçə il sonra Təbrizdə səyahət edərkən orada tamaşaya qoyulur, yəni yazıldığı ildə olmur. Danabaş kəndinin əhvalatlı povestini Tiflisdəki Şərqi Rus qəzetində işləyəndədir yazmışdır. Bu da təbii ki, yanlış fikirdir. Sovet hakimiyyəti illərində yazdığı qəza müxbiruzluğu hekayələrində bürokratizmdən, süründürməçilikdən, yəni həmin dövrdə olan rusların süründürməçiliyindən bəhs olunur. Düzgün cavab 10-cu sualda E variantı. On birinci sual. Mirzə Əkbər Sabirin əkinçi əsəri ilə bağlı səhv fikir. Əruz vəzinin hecə vəznindədir, doğrudur. Əkinçi peşəsinin çətinliklərindən danışılır. Bəli, burada vurğulanmışdır. Təbii fəlakətlərin qıtlaq səbəb olması mülkədara heç vezinə də deyil, düzgün fikir. Əkinçinin sözləri ilə deyir mülkədarın daxili alimi açılır. Xeyr, burada sanki mülkədarın monoloqu tipindədir və
Mülkədarın özünün ifşası, özünün dili ilə özünü ifşa etmə üsulundan istifadə olunub. Özünün ifşa üsulu var. Düzgün cavabımız olacaq D variantı. 12-ci sual. Cəlal Məmmədquluzadənin Ölülər əsərində Kefli İskəndər Şeyx Nəsrullah xəttini yaratmaqla görək Cəlal Məmmədquluzadə nə demək istəyirmiş burada. Mənəvi əsərətin acı təzahürlərini göstərirdi, doğrudur. Sovet gerçəkliyini tənqid edirdi, xeyr. Ziyalı mövqeyin çətinliklərindən mi danışırdı? Bəli, 1-3. Bürokratizm, xeyr, burada yoxdur. Fanatizm və cəhalət, təbii ki, burada mollalara olan o dövrki rəğbət, onların şirin dilinə aldanmaq və s. Düzgün cavabımız olur A variantı 1-3-5. 13-cü sual. Nümunə ilə bağlı səhv fikri müəyyən edək. Əsərimiz Əkinçi əsərindəndir. Mirzə Əkbər Sabirin. Görək, hansılar səhv fikirdir, düzgün yox. Mülkədar bəy zülmünün tənqidinə həsr olunub. Düzgündür, 1-i çıxırıq. Yəni fikir olaraq düzgün, cavab olaraq səhvdir. Həm zəngin, həm yoxsul qafilələrimiz var. Baxaq, yeməyindən, deməyindən, bəbəyindən, buğda, bir də adə. Aha, bəli. Son 2-də, 2 misramızda yoxsul qafiyədə var. Nümunə misra daxili bölgüsü bütöv söz prinsipinə əsaslanır. Yadımızda saxlayaq ki, bu hecə vəzinli əsərdə yazılan əsərlərə aiddir. Yəni bu əruz vəzinində yazıldığına görə biz misra daxilini bölgüsünü biz bütöv söz prinsipinə əsaslandıra bilmirik. 3 yanlış fikirdir. 3 ilə olan 5 var. Baxaq, nümunədə yalnız inversiya var. Təbii ki, burada müəyyən bədii təsvir ifadə vasitələrindən istifadə olunmuşdur. Ona görə yalnız inversiyadan istifadə olunub cavabı səhvdir. Düzgün cavab A variantı. 14-cü sual. Hüseyn Cavidin əsərləri ilə bağlı səhv fikir müəyyən edilək. İblis faciəsində mələk müharibələrin səbəbini bəşəriyyətə iblis. Aslında düzdür. İblis isə insanın özündə görür. Düzgün fikirdir. 1-i çıxırıq. Azər poemasında epik təsvirdən çox lirik romantik düşüncələr də vardı. Bu da doğru fikirdir. 2-ni çıxırıq. Ana nəsrlə yazılmış və 4 pərdədən ibarətdir. Nəsrlə yox, nəzmlə yazılmış drama əsərimizdir. 3. Səhv fikirdir. 3 ilə olan cavabımız bir də 5 var. Dramaturgiyası uçurum əsəri ilə tamamlanır. Xeyr, yaradıcılığının birinci mərhələsi uçurum əsəri ilə 1919-cu ildə tamamlanmış olur. Və sonuncu sualımız uyğunluğu müəyyən edək. Bizə 3 obraz verir Hüseyn Cavidin İblis əsərindən. Arif, İblis və Vasif. Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət. Yadımızda saxlayaq ki, mədəniyyət ifadəsini işlədən Vasifdir, Arifin qardaşı. 3-ə olacaq A. Dəryalərə hökm etmədə tufan, səhraları sarsıtmada vulkan. Bu aid olacaq İblisə. Heç qorxma, yanımda həm silah var, həm altın. Evet, nasıl da parlar, bu Arifə aiddir. Baxdım səni məhv etmədə bin türlü xəyalət, gəldim verəyim qəlbinə bir nuri həqiqət. Gələn, yəni burada kim gəlir Arifin yanına? İblis gəlir, təbii ki, İblisə aiddir. Bir fəzilətsə öldürüb ölmək, canavar bizdən əşrəf olsa gərək. İfadələri isə təbii ki, Arifə aid olur. Bu İxtiyar Şeyxlə danışan vaxtı deyir ki, İxtiyar Şeyx ona qadir ki, Arif oğlum deyir, bırax münaqişəyi, gəl işim var səndən. Bu vaxtı İbn Yəmin gəlir, həmin o hissədəndir bu. Bu da bizim sınağımız.